Gel görelim. Filmdə 20 sinəbələrində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapır. Şəkilin bazar meydanları, dar küçələri və rəngbərəng həyətləri bu hekayənin canlı fonunu təşkil edir. Filmin əsas çəkiliş məkanları şəhərin mərkəzdəki köhnə bazar və ətraf məhəllələr olur. Gülüş və nostaljinin qarşılığı bu kadrlar izləyiciyə həm əyləncə, həm də keçmişin istiliyini hiss etdirir. Film 1983-cü ildə rejissor Cahangir Mektir tərəfindən lent aldı. Şəkinin qədim ərazilərindən olan və el arasında Çoxullar məhəlləsi kimi yaddaşlarda qalan dar döngələri və özünə məxsus şəkil koloritini yaşadan bu küçə arxadan vurulan zərbə filminin mənfi obrazı kimi təqdim olunan imajın yaşadığı evin qarşısıdır. Müəlliflər burada ədalət axtarışını, gerçəklərlə üzləşməyin dərin hekayəsini və insan iradəsinin sarsılmaz